Hər vaxtınız xeyir olsun. Ramazan ayında hər kəsi xoş gördük. Bu müqəddəs ay bizim həm mənəvi yüksəlişimizdir, həm də biz bu ayda günahlarımızı daha çox yuya bilirik, Allaha daha yaxın ola bilirik və orucun insana, orqanizminə çox böyük faydaları var. Amma bununla yanaşı insanlarda qalan bəzi suallar var ki, bu gün istədik o sualları ilahiyyatçı alim Yaşar Qurbanovdan birbaşa alaq cavabını. Çünki bəzi insanlar düşünür ki, oruç tutan zaman həkimə getmək olmaz. Bəziləri düşünür ki, həkimə getmək olar. Bu baxımdan da bu gün o qaranlıq suallara cavab tapacağıq. Mən tibb üzrə fəlsəfə doktoru, ağız və üç cərrahı Hüseyn Hüseynzadə Doktor Podkast verilişində hər kəsi salamlayıram. Salam Yaşar bəy. Çox sağ olun. Mən də sizi, bütün xalqımızı təbrik edirəm bu Ramazan ayı münasibətilə. Uca Allah hər kəsin tutduğu orucu qəbul eləsin. Ramazan ayında dualarımızı qəbul eləsin. Əlbəttə ən gözəl, müqəddəs aylardan birisidir ki, mənəvi saflıq, təmizlənmə. Elə orucdan əsas məqsəd odur ki, Allah təala buyurur ki, təqva sahibi olasınız. Yəni gözəl, paklıq, Allaha yaxın olasınız, günahların bağışlansın, cənnət qazansın. Yəni böyük bir fürsətdir həm duaların qəbul olunması, həm günahların bağışlanması, həm mənəvi cəhətdən insanın təmizlənməsi. Yəni Rəbbimizə həmd olsun, çünki bu elə bir ibadətdir ki, Allah Teala Əl-Bəqərə surəsində buyurur ki, sizdən əvvəlki ümmətlərə də buyurulub. Yəni bu oruc sadəcə bizim ümmət üçün deyil, bizdən əvvəlki bütün ümmətlərdə oruc olub. Çünki mənəvi saflıq, yəni belə bir ibadət, mənəvi saflıq başqa ibadətlərə görürsən bir arada toplanmır. Çünki Ramazan ayında həm oruc, həm namaz, həm insanlara yardım etmək, bütün ibadətlərin cəm olduğu aydır. Elə adından da bilirsiniz ki, Ramadan o deməkdir ki, yəni 11 ayın günahların sultanı. 11 ayın sultanı və Ramadan sözü, yəni günahların silinməsi. Yaşar bəy, uzun illərdir Ramazan ayında hər dəfə iftara doğru sizin verilişə qulaq asıram. Səsinizi eşitdim, yəni özümü avtomobildə radio qulaq asıram. Bizim verilişdəki istifadələr. Allah sizdən razı olsun. Çox sağ ol. Həqiqətən də insan oruca yaxın daha yorulur. Günün axırıdır artıq. Bütün günün əziyyəti, ağırlığı orada var, amma sizin səsiniz insanlara bir rahatlıq verir. Çox sağ olun. Mən özüm stomatoloq olduğuma görə Ramazan ayında bir çox xəstələr bizə müraciət etməkdən çəkinir ki, bəs mən orucam, siz mənim dişimə iynə vuracaqsınız və yaxud da dişimi çəkəcəksiniz, onun üçün gəlmir. Və biz də insanlara, mən mütəmadi öz sosial şəbəkəmdə maarifləndirici videolar paylaşıram. Və yaxın vaxtlarda yeni Ramazan ayı yeni başlayanda yenə video paylaşmışdım, amma videonun altında müxtəlif rəylər var idi. Bəs bəziləri deyir ki, keydicilər vurmaq olmaz, bəziləri diş çəkmək olmaz və s. Ona görə elə başlayaq bundan. Hansı stomatoloji prosedurlar orucumuzu pozur? İlk öncə bunu bilmək üçün orucun dinimizdə anlamını bilmək lazımdır. Çünki oruc deyiləndə birinci anlamını bilməyəndən sonra müxtəlif suallar ortaya çıxır. Orucun anlamı nədir? Siyam sözü ərəb dilində imtina etmək deməkdir. Dini cəhətdən siyam nə deməkdir? Yəni sübh çağından, yəni sübh namazından ta günəş batana qədər yeməkdən, içməkdən və bir də cinsi yaxınlıqdan və orucu pozan bəzi əməllərdən imtina etmək deməkdir. Ona görə də bəzi məsələləri orucu pozub pozmaması elə birinci oruc sözünün dini cəhətdən mənasına qayıtsaq çox şey aydın olar. Yəni onu insanların çoxu ona qayıtmırlar. Yəni ona görə də yemək, içmək və cinsi yaxınlıq və orucu batil edən məsələlər nədir? Misal üçün deyək ki, qadınlara xüsusi günlərdə oruç tutmur və ya qadın doğuşdan sonra tutmur. Amma onun xaricində hər bir yüngül məsələ orucu pozmur. Misal üçün ən çox soruşulan suallardan birisi gözəl vurğuladınız, ağrı kəsici iynələr. Diş keydicilər. Diş keydicilər. Ağrı kəsici iynələr yemək deyil, içmək deyil. Bu oruc tərifinə girmir. Orucun anlamına girmir. Orucun anlamına nə girə bilər? Qidalandırıcı iynə, yəni vitamin. Çünki orucdan məqsəd odur ki, yəni bu müddət ərzində yeməyəsən, içməyəsən, məqsəd nədir? Qəlbin saflığı, qəlbin təmizlənməsi. Ona görə oruclu halda insanların duaları qəbuldur. Üstəlik, hər Ramazan gecəsində uca Allah Teala qullarını cəhənnəm atəşini azad edər. Nə deməkdir azad edər? Yəni bir dəfəlik onlar cənnət əhli edər, sorğu-sualsız cənnətə girəcəklər. Ona görə də ağrı kəsici iynədir, diş keydicidir. Bunlar orucu pozmur, çünki bunlar qidalandırıcı deyil. Orucun tərifinə nə gedir? Qidalandırıcı, yemək, içmək və cinsi yaxınlıq tamamilə fərqli. Yəni bunlardan imtina edilməlidir. Ona görə ağrı kəsici, keydici, yəni bunları istifadə etməkdə heç bir qəbahət yoxdur. Yəni təbii ki, keydici biz diş ətinə vururuq, mədəyə, ağız boşluğuna qəbul olunmadığına görə, yəni bu orucu pozmayacaq. Pozmur, əlbəttə ki. Bir 10 il əvvələ qədər doğrudan da insana heç gəlmirlər stomatoloqa ki, bəs keydici də
Orucu pozur deyə. Amma indi artıq insanlardan maariflənir. Yəqin ki, sizin də təsiriniz çox olub radioda. Gəlirlər, amma diş çəkimi. İndi də insanlar deyir ki, bəs qan çıxırsa bu orucu pozur. Diş çəkimi, mən cərrahım, implantasiya edirəm. Məsələn, implantasiya, bunlar orucu pozurmu? Ümumiyyətlə qan orucu pozmur. Yəni çox dinləyicilərimiz soruşurlar ki, barmağımdan qan çıxdı. Oruc pozulurmu? Xeyr, pozulmur. Çünki orucun pozulma tərifində, yenə də oruc anlamında qan çıxması, insanın bədənindən bir şeyin ifraz olması orucu pozmaz. Yəni bu orucun tərifində yoxdur. Ona görə də qan çıxmağa görə oruc pozulmaz. Məsələn, diş çəkdirmək. Dişin təmiri deyirlər də, yəni düzdür, dişi düzəltdirməkdir. Bunlar orucu pozmur. Sadəcə diqqət etməlidir ki, onu udmasın. Yəni boğazdan içəri getməsin deyə. Amma ki, misal üçün deyək ki, dişi çəkdirəndə diqqətsizlikdən udsa belə, o yenə də orucunu pozmur. Çünki dinimiz bilmədən olsun oruc pozmur. Çünki nəyə görə? Dinimiz o demək deyil ki, oruç tutanda insan evindən kənara çıxmasın. Bir zamanlar orucu elə tərif edirdilər ki, insanlar diş yumurdular, insanlar yuyunmurdular, duş almırdılar. Saatlarla yatırdılar. Hətta bəzi, düşünün, elə insanlar var ki, vəzifədə işləyir, şirkətdə işləyir, oruç tutmurdular. Nəyə görə? Deyirəm, hər səhər mən duş almalıyam. Mən onlara izah elədim ki, duş almaq orucu pozmur axı. Bu bilirsiniz, insanlar aslında qalıb, dədə-babadan keçib belənçinə, elmsiz, subursuz, sonradan da maariflənməyib. Maariflənməyiblər. Deyəndən sonra ki, oruç tutmaq olar, deyir, nə gözəldir. Mən hər səhər işimə gedirəm, yəni yuyumalıyam, duş almalıyam, dişimi yumalıyam. Yəni bir dinləyicimiz hətta belə bir zarafatla da olmuşdu ki, deyir, elə çıxır ki, oruç tutanda biz yəni yer üzərindən qalxa, bəlkə buludların üzərində oturaq, yəni. Oruc o deyil ki, yəni hər şeydən imtina. Doğru vurguladınız. Mütəmadi oxşar suallar ola bilər. Bəli. Məsələn, cərrahi əməliyyatlar edir. Diş çəkimi lokal bir əməliyyatdır, bir diş çəkimi. Tutalım ki, böyük bir çənənin bir çənədə böyük bir əməliyyat edirik. 6-7 implant edə bilərik orada, sümük köçürə bilərik. Bu orucu poza bilərmi? Orucu əgər yəni mədəyə bir şey getmirsə, orucu pozmur. Amma belə hallarda da dinimizdə də bir rahatlıq var. Misal üçün nədir? Yəni bir insan xəstədirsə və ya müalicə alacaqsa, belə bir ciddi bir məsələ varsa, həmən tutmadığı gün orucunun qəzasını tutur. Yəni dinimiz deyir ki, özünə əziyyət vermə. Bəzi insanlar bilirsiniz qızdırmadır, ağır qripdir, oruç tuturlar. Niyə? Axı Allah da Quran-Kərimdə buyurur axı, xəstə olduğunuz halda fəiddətü min əyyamin uxar. Onun əvəzini qəzasını tutacaqsınız. Sizin orucunuz da kamil olur. Yəni orucunuz naqis olmur ki. Amma ki, əgər boğazdan içəri getmirsə, orucu hətta dediyiniz kimi cərrahi əməliyyat belə orucu pozmur. Amma insan desə ki, mənim üçün ağırdır, yəni çünki ondan sonra dərmanlar istifadə etməliyəm, bəlkə ağrı kəsicilər yəni udmalıdır. O zaman orucunu açı da bilər, qəzasını sonra tuta bilər. Yəni buna görə də bəziləri əməliyyatın gecikdirilməsi doğru deyil. Misal üçün bir qadın var, əməliyyat olunmalıdır burundan, əməliyyatın gecikdirir ki, Ramazandan sonra. Niyə görə deyirəm? Deyir ki, oruç tutacağam. Axı sən deyirəm, əməliyyat vaxtında edilməlidir. Sən ümumiyyətlə dinimizdə, baxın, belə bir qayda var. Xəstə insanın oruç tutması ona zərər verirsə, sağlamlıq cəhətdən, onun oruç tutması doğru deyil. Haram deyil dinimiz. Nəyə görə? Çünki oruç tutmaq o deməkdir ki, ibadət sən öz nəfsinə zərər verərsən, əziyyət verərsən. Bəzi də elə başa düşür ki, nə qədər əziyyətli olsa, savabı o qədər çox olur. Bu yanlışdır. Mən ilahiyyatçı deyiləm, həkiməm, amma həmişə ətrafımdakı insanlara deyirəm ki, İslam dini əslində sadədir. İnsanlar mürəkkəbləşdirir. Çox sadə. Həyatı da elə sadə yaşamaq lazımdır. Keçək onda diş fırçalamağa. Bəzi insanlar ağızdan qoxu gələ bilir. Ümumiyyətlə oruç tutan insanlar ağızda uzun müddət quru olur, yemək qəbul etmir, su qəbul etmir. Onun üçün ağızdan qoxu gələ bilər. Amma diş yumaqdan çəkinirlər. Diş fırçalamaq olarmı? Diş fırçalamaq olar. Bunun dəlili nədir? Bax, bunun sübutu Peyğəmbərimiz s.ə.v-in misvakdan istifadə etməsi. Misvak bilirsiniz də, yəni bir ağacın budağından hazırlanır. Peyğəmbərimiz s.ə.v buyurur ki, misvak deyir ki, mardatun lirrab, Allahın razılığıdır və mataharatun lilfəm, ağız üçün paklıqdır. Peyğəmbərimiz s.ə.v ondan istifadə edəndə əlbəttə ki, diş ağızda su yaranır. Yəni onu da udmaq, ağız suyu udmaq belə orucu pozmur. Peyğəmbərimizdən belə bir rivayət yoxdur ki, diş misvaklayanda tüpürə-tüpürə gəzərdi. Yoxdur elə bir şey. Çünki o təbii təmizləyəndə misvakla ağız suyu da yaranır. Onu da belə udardı, orucu pozmazdı. Ona görə də həmçinin diş macunu əsas nədir? Udma. Yəni udma, amma dişlərini yumaq, təmizləmək. Mən hər dəfə dişlərimi yuyuram. Elə gün ola bilər ki, 2 dəfə yuyursan, ehtiyac varsa.
Yəni burada bu orucu pozmur. Bundan çox rahat olsunlar, yəni dişlərini yusunlar. Çox sağ olun. Mən də tibbi tərəfdən deyim. Ümumiyyətlə bəzi insanlar həm də ağızdan pis qoxu gəlir deyənə oruç tutmaq istəmirlər. Deməli ağızdan pis qoxunun gəlmə birinci səbəbi var. Birinci ağız quruluğudur. Ümumiyyətlə Allah insanı elə yaradıb ki, insan orqanizmi hər şey özünü tənzimləyir. Məsələn, biz çənənin bir tərəfindən yemək yeyiriksə, məsələn sağ tərəfindən uzun müddət, sol tərəfindən yemiriksə, sol tərəfdə diş daşları, ərklər yaranır. Yəni biz həm də yemək yedikcə mexaniki öz dişlərimizi təmizləyirik. Məsələn, əyri dişlər olan, diş sırası əyri olan insanlarda diş daşı tez əmələ gəlir. Çünki o mexaniki təmizlənə bilmir. Yəni hər şey tənzimlənib. Ağızdan pis qoxu gəlməkdə tüpürcək ən birinci ağız sağlamlığı üçün ən gözəl maddədir. Çünki tüpürcək həmişə dişlərimizin üstündə nəm saxlayır, orada mikroorqanizmləri yuyur, əmələ gəlməsini, artmasının qarşısını alır. Bu səbəbdən də biz oruç tutan zaman uzun müddət su qəbul etmədiyimizə görə dişlərimizin arasında, dişlərimizin üzərindəki olan fissur boşluqlarda bakteriyalar əmələ gəlir ki, bu da ağızdan pis qoxunun gəlməsinə səbəb ola bilər. Və ona görə də biz ya dəstəmaz alanda və yaxud da ki, ağız quruyanda biz qarqara edə bilərik. Bəli, bəli. Əlbəttə Bəs ki. qarqaralardan istifadə etmək olarmı? Qarqaradan istifadə eləmək olar və üstəlik Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən soruşurlar. Yəni dəstəmaz alanda ağzı yumaq, bilirsiniz. Dəstəmazın yəni olmazsa olmasından ağzı yumaqdır. Peyğəmbərimiz buyurur ki, yəni deyir ki, oruc xaricində yəni, o buruna su çəkməkdən gedir, madmada deyirlər. Buruna su çəkməyi belə Peyğəmbərim icazə verir ki, yəni çox çəkmədən olar. Həmçinin ağzın yuyulması barəsində heç bir ixtilaf yoxdur. Peyğəmbərimizdən soruşmurlar ağzımı yumuya. Sadəcə ondan soruşurlar ki, buruna su çəkməyi, o dedi ki, illə ən təkuna saimən. Yəni oruc xaricində çox çək, amma orucda olanda normada çək. Bəli. Ona görə də ağız qarqara, ondan sonra buruna su çəkmək, bunlar hamısı olar. Və bir də yanlışı düzəldi, bəzi insanlarda var ki, elə bilirlər ki, ağız tüpürcəyi də orucu pozur. Ağır tüpürcəyi orucu pozmur. Bu təbii bir şeydir. Zaten insanda ağır tüpürcəyi olmasa, o insan xəstə olar. Heç yaşaya bilməz məncə. Çünki quruluqda olsa, tibbi cəhətdən mümkün deyil bu. Yəni ona görə də ağız tüpürcəyi orucu pozmur. Ağızdan qoxunun gəlməsi qalitoz deyirlər elmi dildə. Qalitozun, yəni pis qoxunun gəlməsinin başqa bir səbəbi də ya imsak vaxtı, ya da iftar vaxtı aşırı şirniyyat qəbuludur, karbohidrat qəbuludur. Ona görə məsləhətim odur ki, iftar açdıqdan sonra mütləq bol su qəbul eləyin və proteinli qidalar, ətli qidalar qəbul edin ki, qazlı sulardır, energetik içkilərdir, şirin meyvə sularıdır, şokoladlardır və cürbəcür şirniyyat məmulatları, bunlar sizin ağzınızdan pis qoxun gəlməsinə səbəb ola bilər və uzun müddət siz dişlərinizi ağız quru olduğuna görə o qalıqlar, qida qalıqlar dişlərinizin arasında kariesin əmələ gəlməsinə səbəb ola bilər. Ona görə də çalışın hər şey norma daxilində eləyin ki, Ramazan ayının o mübarək əməllərini sağlam şəkildə keçirə biləsiniz. Elə Ramazanın əsası odur ki, tibbin əsası soruşurlar ki, İslamda alimlərdən birisinə ki, sizdə tibb varmı deyə. İslamda biz Qurani-Kərimdə tibb görmədik. Deyir ki, tibb var bizdə. Bir ayə var ki, kulu vəşrabu və la tusrifu. Yeyin, için israf etməyin. Yəni həddini aşmayın. Elə tibbin əsasıdır bu. Qurani-Kərimdəki bu ayə. Çox gözəl. Ağız gigiyenasından danışanda təbii ki, İslam dünyasının ən inandığı və uzun əsrlərdir istifadə edən misvakdır. Amma misvak heç vaxt diş fırçasını əvəz eləməyəcək. Bunu deyək öncədən. Bəli. Misvak ümumiyyətlə qədim dövründə, Peyğəmbərin dövründə istifadə olunur. Misvakın çox böyük faydaları var. Məhz antibakteriyal təsiri var. Ağız boşluğunda infeksiyaların, mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır. Kimyavi tərkibi bitki tərkibli olduğuna görə, yəni heç bir zərər yetirmir orqanizmə. Amma onun da özünə görə çatışmazlıqları var. Belə ki, diş fırçaları kimi dişlərin arasını tam təmizləyə bilmir, ərkləri və diş daşlarını təmizləyə bilmədiyinə görə yenidən dişlərin arasında diş daşları əmələ gələ bilər. Diş fırçasının isə üstünlükləri dişlərin dil tərəfdən, dilin üzərində, dişlərin arasını daha yaxşı təmizləyə bilər. Amma onun da mənfi tərəfi ondan ibarətdir ki, diş macunları kimyavidir və onlar orqanizmə zərər yetirə bilər. Ən doğrusu bunları bir yerdə işlətməkdir. Məsələn, imsakda və iftarda siz dişlərinizi fırçalayırsınız, amma arada namaz qılan zaman, ondan əvvəl daha doğrusu misvakla elə bilərsiniz və yaxud da gün ərzində elə bilərsiniz. Yəni bunun hər ikisinin özünə görə üstünlükləri və mənfi tərəfləri var, amma hər ikisini müştərək istifadə etsəz, bu sizin həm sağlamlığınıza, həm də ki
Sünnədir, düzdür? Bəli, peyğəmbərimizin sünnəsidir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm baxın onu peyğəmbərimiz yəni o hədisindən ortaya çıxmır ki, bu diş macununu və ya onu diş fırçası əvəz edir. Yox, xeyr, peyğəmbərimiz sadəcə xoşlayar ki, namazdan öncə misvaklayardı. Bir də dəstəmaz halında misvaklayardı. Hətta deyir ki, ümmətimə ağır gəlməsəydi, hər namazda bunu əmr edərdim, dəstəmazı əmr edərdim. Amma bu müstəhəb əməldir. Yəni bu buradan başa düşülmür ki, əvəzləyici. Sadəcə bu peyğəmbərimiz buyurduğu kimi Rəhmanın razılığı var bunda və bir də ki, ağız üçün paklılıqdır. O da tibbi cəhətdən sübut olunur ki, mikroblara qarşı yəni təsiri var. Ona görə də namazdan öncə istifadə etmək gözəldir. Dəstəmaz anında istifadə etmək gözəldir. Amma ki, diş fırçası əlbəttə ki, Diş əti sapları var, diş sapları var, diş arası saplardır, diş fırçası, müxtəlif təyinatlı fırçalardır ki, bunların da özünə görə həkim tərəfindən təyin olunur, amma misvakı da onunla birlikdə istifadə edə bilərsiniz. Ən gözəl tərəfi də odur ki, həm də tüpürcək əmələ gətirir, ağızdakı quruluğu gedir, ağızdan pis qoxunun qarşısını alır. Ona görə bir yerdə istifadə edin. Diş macunlarının da tərkiblərini oxumaq lazımdır mütləq. Mənim sosial şəbəkəmdə bunun haqqında video var. Bəzi diş macunları var ki, onlar sizdə ağır xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan seçiminizi düzgün eləyin. Hansı diş fırçaları, hansı diş macunundan istifadə etmək lazımdırsa, onu mənə şəxsiyə yazarsınız, mən sizə ətraflı məlumat verəcəm. Yaşar bəy, stomatoloji suallara cavab tapdıq. Ümid edirəm ki, bizi izləyənlərin də onlar üçün qaranlıq qalan suallara cavab tapdı. Bəs ümumi orqanizmin digər prosedurları var. Məsələn, vena daxili sistem köçürülməsi. Bu orucu pozurmu? Ümumiyyətlə, baxın, sistem köçürülməsi, iynədən istifadə edilməsi, bütün bunların yenə də ortaq məxrəc nədir? Qidalandırıcıdır yoxsa yox? Əgər qidalandırıcı deyilsə, hamısı olar. Yəni, deyək ki, bir insan deyə bilər ki, qan köçürməsi. Və yaxud da misal üçün dializ olar, dializ, şəkər xəstəliyi. Dializ olar, əlbəttə ki, bu şəkər xəstəlikləri üçündür. Şəkər xəstəliyi ümumiyyətlə insülin də olar, çünki bunların olmazsa olmazıdır. Çünki əfsuslar olsun ki, Azərbaycan dünya statistikasında ilk sıralardadır şəkərli diabet xəstəliyinə görə və insulindən istifadə olunmalıdır. Dializ bu. Onda insulin orucumuzu pozmur. O insulin orucumuzu pozmur, dializ orucumuzu pozmur. Çünki nəyə görə? Baxın, yenə də qaydaya qayıdırıq. Qidalandırıcıdır yoxsa yox? Qidalandırıcı deyilsə, bəzən soruşurlar ki, məsələn, sistem vurulması. Məsələn, sistemdə olur ki, bəzən qidalandırıcı olur. Glikoza deyirlər. Bəli, o orucu pozur, bədənə güc verir. Amma qidalandırıcı deyilsə, ümumiyyətlə, qidalandırıcı olmayan bütün iynələrdən, bütün sistemlərdən istifadə eləmək olar. Bu yeri gəlmişkən bir maraqlı, keçən həftə biz rayondan Qarabağa səfər eləmişdik. Mənə hamı orucunu açmışdı, mənə də məcbur edirdi ki, sən də orucuz, günahdır, bəs səfərə çıxmısan. Mən dedim ki, əgər o mənə pis təsir eləmirsə, bu günah deyildir. Nəsə, indi məqamı oldu. Səfərə çıxan adam mütləq orucunu açmalıdırmı? Yox, səfərə çıxan adam mütləq orucunu açmalı deyil. Yəni, orada belə bir qanun yoxdur. Biz bunu hardan bilirik? Əgər orucunu tutmursa, fəiddətü min əyyamin uxar. Yəni, onun qəzasını tutacaq. Bunun tətbiqinə gələndə Peyğəmbərimiz salsan səfərə çıxarkən bəzimiz oruc idi, bəzimiz oruc deyil idi. Bu hələ müstəhəb orucdan gedir. Qaldı ki, müstəhəb icazə verilirsə, Ramazan orucu demək icazə verirlər. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm heç kimsə deyir ki, sahabələr tutan tutmayanı eyib etməzdi, tutmayan tutana. Sadəcə bir səfərdə Peyğəmbərimiz görür ki, bir nəfər ağacın altında oturub, taqətsizdir. Deyir ki, ona nə olub? Deyir, el arası orucdur. Deyir ki, leysəl birra əs-savm his-səfər. Yəni, səfərdə oruç tutmaq yaxşı deyil. Onu sadəcə xüsusi olaraq o şəxs üçün dedi. Bunu bəzi elə anlayırlar ki, bütün oruca əlaqə. O şəxs üçün dedi ki, onun durumuna görə ki, səfərdə çətindirsə, özünə əziyyət vermək doğru deyil. Amma ki, səfərdə sən əziyyət deyilsə, tuta bilərsən. Yenə də baxın, səfərdə heç əziyyət deyil, səfərin rahatdır. Yenə də tutmaya bilərsən. Tutmaya da bilərsən, tuta da bilərsən. Burada insan ixtiyar sahibi. Seçim. Hansı halda olmaz? Əgər o səfərdə məşəqqət, çətinlik varsa və özünə əziyyət verirsənsə. Çünki dinimiz icazə vermir ki, bir ibadətə görə insan əziyyət çəksin. İbadətin əksinə insan xoşluqla yerinə yetirməlidir. İbadətdən həzz almalıdır. Mənəvi cəhətdən sevgi. İbadət o demək deyil ki, yəni əziyyət olmalıdır, yük olmalıdır. Çox şükür. Bir də qaldı göz damcıları və burun spreyləri. Çünki onlar bilirik ki, ağız boşluğuna əlaqəlidir, bəzən mədəyə daxa bilər. Burun spreyi və göz damcıları. Göz damcısı, qulaq damcısı, burun damcısı hamısı olar. Hətta onun bəzən nəyi soruşurlar ki, burun damcısının
nəsə hiss elədim. Bəli, Qoxusunu hiss bəli. elədim, dadını hiss etdim. Dadını, Hiss o ağız boşuna Hə, yağ var. onu hiss etsən belə orucu pozmur. Yəni bu icazə verilir dinimizdə. Buna yəni rahat əməl etsinlər. Yaşar bəy, ümumiyyətlə İslamın qanunları, bu gündəlik olan ayinlər var. Bunların mənəvi cəhətdən və İslam cəhətdən çox böyük fəziləti var. Amma mən bilirik ki, bunun həm də orqanizmə çox böyük faydaları var. Mən ümumiyyətlə həmişə söhbət edəndə dostlarımla deyirəm ki, İslamın bütün əməlləri insan sağlamlığı üçün nəzərdə tutulur. Keçmişdə insanlar bunu bilməsə də Allah tərəfindən gəlib deyənə əməl ediblər, amma indi təbii ki, müasir dövrdür. Ortaya çıxır bəzi. Görürsən ki, həqiqətən də insanı bilmədən də sağlam yaşamağa sövq ediblər. Təravih namazları mən özümdə fikirləşirəm ki, insan bütün gün ac qalır, birdən-bir oturur yeyir. Bu elə bir ki, kardiodur. Sən 8 rükət, 20 rükət namaz Namaz qılırsan ki, qılmaq həzmə üçün getsin, güc, değil mi? həzm var, güc lazım. Yəni istər dəstəmaz olsun, istər zikirlər olsun, istər namaz özü olsun, bunların hər birinin insan orqanizmə müsbət təsirləri Bəli. var. Məsələn, namazdan danışmaq istəyərdim. Namazın dini tərəfdən verilən üstünlüklərindən, mən də tibbi tərəfdən onu deyəcəm. Ümumiyyətlə namaz bilirsiniz də dinimizin ən böyük dəyərlərindən birisidir. Allah da Qurani-Kərimdə özünə yaxınlıq kimi hiss edir. Vascud vaqtarib. Səcdə et, yaxınlaş. Namaz qılarkən peyğəmbərimiz buyurur ki, günahlar insanın çiyinin üzərində olar. Hər dəfə səcdəyə gedəndə, rüküdən qalxanda günahlar tökülər. Yəni bu dini cəhətdən peyğəmbərimiz buyurur ki, yəni hər namazdan namaza insanın balaca günahları bağışlanır. Namaz bilir ki, yenidən insanın qəlbinin unutqanlığını bərpa edir. Çünki insan namazını qılır. Yenidən nəyə görə 5 dəfə biz namaza dəvət olunuruq? Çünki insandır, başı qarışır, yenidən qəlbin ehtiyacı var Allaha bağlılığa, yenidən namaza gəlirsən, yenidən o mənəvi süfrədə iştirak edirsən. Namaz əslində mənəvi bir süfrə deyirlər ki, orada qidalanırsan, yəni ruhun qidalanır Allaha bağlı. Əlbəttə ki, hər bir ibadətin dini, dünyəvi cəhətdən də faydaları var. Sadəcə o zamanda belə bir inkişaf etməmişdi tibb, bunu bilmirdi. Amma zamanımızda görürsən ki, bu sahədə çox gözəl açıqlayırlar. Əslində bunları açıqlamaq çox gözəl bir şeydir ki, biz misal üçün mən bir balaca bir araşdırmaya baxdım səcdə barəsində. Yəni bunu bir çox İslam araşdırmaları olsun və yaxud da misal üçün İslam ölkələrində olsun, məşhur Amerikan hospitalları olsun, yəni dünyanın inkişaf etmiş hospitallarında, xəstəxanalarında müsəlmanların xahişi ilə deyirlər ki, bir araşdırma aparaq. Gözəl bir şeydir əslində. Misal səcdə haqqında deyirlər ki, səcdə və xüsusilə gecə namazı haqqında ayrı bir araşdırma var ki, gecə namazını qılmaq, deyirlər ki, son araşdırmalara görə ki, gecənin bütün hamısını yatmaq insana ziyandır. Gecənin müəyyən hissəsində insan gərək oyaq qalsın, bir çay içsin, nəfəs alsın. Peyğəmbərimiz buyurur ki, gecənin son 1/3 hissəsində Uca Allah da dünya səmasına enir. Allahın enmə sifəti ona layiq bir sifət və buyurur kim dua edir, duasını qəbul edin. Kim bağışlama deyir, onu bağışlayım. Kim ruzi istəyir, ruzunu verim. Hansı ki, görürsün necə uyğun gəlir. Hansı ki, bu Allah da Qurani-Kərimdə təşviq edir gecə namazını. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm gecə namazı qılar. Baxın, misal üçün səcdə haqqında mənfi enerjini aradan qaldırması. Məsələn, mən bir bu barədə araşdırma oxumuşdum. Hər dəfə səcdəyə gedəndə, yəni torpaq sanki insandan mənfi şüaları deyir, çəkir deyir. Sonra oynaq və əzələ haqqında çox gözəl araşdırma var misal üçün. Namazın misal üçün əlbəttə ki, yəni bədən cəhətdən də faydaları mütləq var. Bu barədə araşdırmalar var. Yəni bunun böyük bir universitetlərdə araşdırmalar olub, xəstəxanalarda araşdırmalar olub. Bu gözəl bir şeydir ki, biz bunu da bilsək, insanlara təbliğ etsək. Əslində insan namazı bilər ki, namazda sadəcə dini tərəfdən deyil, dünyəvi faydaları da var. Bu faydalar haqqında siz daha gözəl məlumat verə bilərsiniz. Namaz təbii ki, söylədiyiniz dinin sütunudur, amma namazın həm də tibbi tərəfdən araşdırma var. 2019-cu ildə aparıblar. Bu yoga hərəkətləri ilə üst-üstə düşür. Çünki dartınma hərəkətləridir. Biz səcdəyə gedirik, rükû dururuq. Bu dartınma hərəkətlərdə onurğa sütunumuza müsbət təsiri var. Həm də sakitləşdirici təsiri var. Çünki sakit halda biz dini sözləri istifadə edirik və bu bizi az da olsa sakitləşdirir, fikrimizi konsentrasiyası edir, əzələ elastikliyimizi artırır. Bu baxımdan da biz namaz qılarkən həm
mənəvi, həm də fiziki qida alır. Hətta bir araşdırma var, siz daha yaxşı bilərsiniz. Gecə namazına xüsusilə bu təheccüd namazı qılanlarda deyirlər ki, bel fıtığı olmur. Yəni bel fıtığı çox Bel nadir yırtığı hallar, yəni. bel yırtığı Yırtığı, çox evet. nadir hallarda olur deyir. Bəli. Maraqlı bir Maraqlı, araşdırmadır. çünki dartınma var. Həqiqətən də yoga hərəkətlərinə fikir versəz, o pişik hərəkəti deyirlər. Dartınırsan, öz ayaqlarının, dizlərinin üzərində oturursan, o həqiqətən də o bel yırtığının qarşısını alır. Yaşar bəy, oruç haqqında danışdıq. Nə olar, nə olmaz. Amma onun insan orqanizminə müsbət tərəfləri var. Din tərəfdən oruc necə qiymətləndirilir? Din tərəfdən oruc ümumiyyətlə bir mənəvi saflıq deməkdir. Yəni oruc kimi Allaha bağlı bir başqa bir ibadət, yəni ac qalmaqla insan dinimizdə deyirlər ki, ac qalmağın faydası nədir? Peyğəmbərimiz buyurur ki, bir insana belini dik tutacağı qədər yemək kifayətdir. Əgər mütləq yeyəcəksə, mədəsini 3 yerə ayırsın. Bir qismi su, bir qismi hava, bir qismi yemək. Bu özü ilə sağlamlığın əsasını təşkil edir. Mənəvi saflıqdır. Çünki oruc ayələrində sonunda nə gəlir? Təqva sahibi olmaq, duaların qəbul olunması. Yəni baxın, oruc ayələrində sonunda nə gəlir? Duaların qəbul olunması və oruc ayələri bağlanır birbaşa duaya. Yəni duaların qəbul olunması, mənəvi saflıq, cənnəti qazanmaq. Düşünün, Peyğəmbərimiz buyurur ki, kim Ramazan ayının orucunu imanla və savabını Allahdan umaraq tutarsa, onun bütün keçmiş günahları bağışlanır. Düşünün, nə deməkdir bu? Bütün keçmiş günahları bağışlanır və Peyğəmbərimizin gözəl bir sözü var, deyir sahabəyə. O sahabə gəlir ki, mən də bir iştirak etmək istəyirəm, döyüşlərin birisində şəhid olub. Peyğəmbərimiz deyir ki, sağ-salamat gedərsən, qayıdarsan qənimətlə. Sonunda gəl, ey Allah Rəsulü, o zaman mənə elə bir əməl öyrət. Mən o dərəcələrə çatım, yüksəlim. Deyir ki, oruç tut. Orucun misli, bənzəri, bərabəri yoxdur. Və yeganə ibadətdir ki, iki şeydə qoxu var. Bir şəhidin qanında qoxu var. Peyğəmbərimiz buyurur ki, qiyamət günü şəhid o qanı ilə gələcək, onun bir qoxusu var. Onunla biləcək ki, bunun yarasından gələn qan şəhidin qoxusudur. Yəni bu xüsusi bir mükafatdır. Bir də orucluda bir qoxu var ki, buyurur Peyğəmbərimiz, yəni oruc ikən insanın mədəsi boş olduğu üçün qoxu gəlir. Bu qoxudur Allah dərgahında, yəni ətir qoxusundan daha gözəldir. Ona görə bu iki qoxunu hər zaman alimlər müqayisə edirlər. Şəhidin qanının qoxusu və oruc tutanın ağzından gələn qoxu. Görün hansı məqamdır ki, orucla hansı məqama çatırsın. Allah bütün şəhidlərimizə Amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əlbəttə ki, orucun həm dini cəhətdən Allah üçün ən yaxınlıqdır. Yəni şəhidin qanı ilə müqayisə ediləcək yeganə ibadətlərindən birisidir və bunun tibbi cəhətdən də faydaları var. Bu barədə çox yazılar var. Bu barədə istəyərdim ki, siz gözəl bu tibbi cəhətdən, sağlamlıq cəhətindən bunun faydalarına toxunasınız ki, bu dinləyicilərimiz üçün çox maraqlı olar. Təbii ki, oruc digər İslamın ayinləri kimi orqanizmə öz müsbət təsiri var. Oruc tutan zaman autofagiya prosesi baş verir. Nədir bu? Bizim hüceyrələr, köhnə hüceyrələr yenilənməyə başlayır. Orqanizmdə olan bədxəssəli hüceyrələr, onkoloji hüceyrələri belə yeməyə başlayır. Hətta 2016-cı ildə Nobel mükafatı alınıb bu haqda. Siz bilirsiniz də, diyetoloqlar indi hər kəsə aralıqlı oruç tutmağı məsləhət görürlər ki, Çox məşhurdur bu. Çox məşhurdur. İndi də trenddir. Hamı aralıqlı oruç tutur və s. Amma bu artıq neçə illərdir İslam dinində, əsrlərdir İslam dinində var. İmmun sistemimizi yüksəldir, köhnə hüceyrələrimizi məhv eləyir və insanda uzun müddət mədə-bağırsaq sistemi boş qaldığı üçün tam mədə-bağırsaq sistemində detoks, yəni bədənimiz bütün toksinlərdən təmizlənir. Bu baxımdan da İslam dininin ən gözəl ayinlərindən biri olan oruc məhz bizim sağlamlığımız üçün nəzərdə tutulur. Yəqin o ifadə ilə razısınız. Belə bir ifadə var müsəlmanlar arasında. Deyirlər oruc, yəni bıçaqsız cərrahi əməliyyatıdır. Bəli. Həqiqətən də gözəl sözdür. Amma bir şey qeyd edeyim ki, iftar zamanı birbaşa ac qarnına oturub partlayana qədər yeyirlər insanlar. yeməmək Bir lazım. neçə cür yeməyə qarışdırırlar. Şirini qatırlar, ətə, əti qatırlar, şorbaya və s. Bu qətiyyən olmaz. Bu həm sizin sağlamlığınıza ziyandır. Həm də təravih namazı qılmaq var. Evet, təravih namazı qılmaq var. Çox yəni necə qılacaq təravih namazını? Yeri gəlmişkən, yəni bu biraz gülməli də olsa, mən düşünürəm ki, təravih namazı da insanlar gecə qaydosu kimi nəzərdə tutulub. Həm Allaha yaxın olursan, günahları yuyursan, həm də ki, birdən-birə oturub yeyən adamlar üçün bu bir hərəkətdir, bu bir enerjinin sərf olunmasıdır və
az öncə bildirdiyim kimi çalışın iftarda sizin orqanizminizə ziyan olan şeylərdən istifadə etməyin. Dayanmadan siqaret çəkməyin. Bəzi adamlar iftarı gözləyir, iftar açılan kimi bir qutu siqareti dalbadal çəkirlər. Yəni belə şeylər eləməyin. Bu sizə daha da pis təsir göstərə bilər. Peyğəmbərimiz deyir ki, xurma ilə aç, yoxdursa su ilə aç. Bəli. Birinci ondan olmalıdır. Yəni, onun da dilə faydaları var. Xurma ilə açmaq və su ilə açmaq. Qanda Tibbi şəkəri cəhətdən. təmizləyir ona görə. Həm də su bütün qalan qida borusu, sonra bizim ağız boşluğunda olan, o divarda olan mikroorqanizmlər hamısını yuyur aparır ki, biz sonradan yeməyi yeyəndə daha təmiz şəkildə. Deməli Peyğəmbərin haqqında altı buyuruyor. Onun danışığı deyir, boş söz deyil, onun danışığı vəhiydir. Bax görürsən tibbi cəhətdən çıxır ki, nəyə görə xurma ilə, nəyə görə su ilə, yəni ən birinci başlamaq. Hər bir şeyin faydası var. Və düşünürəm ki, ən faydalı əməllərdən biri də dəstəmaz almaqdır. Hər zaman mən bunu deyirəm insanlara, ətrafımdakı dəstəmaz al. Düşünün, insanlar gündə 5 dəfə dəstəmaz alır. Bunun bir çox tibbi üstünlükləri var. Məsələn, 5 dəfə biz əllərimiz təmiz qalır, üzümüz təmiz qalır. Bizim bədənimizdə mikrobların, hansısa infeksiyanın qalmağına artıq şərait yaranmır və biz 5 dəfə, gündə 5 dəfə bioloji aktiv nöqtələrimizdir, dirsəklərimizdir, topuğumuzdur, üzümüzdür, qulaqlarımızın arxası, bunlar hamısı bioloji aktiv nöqtələrdir. Biz onları eləməklə həm də qan dövranımızı yaxşılaşdırırıq. Limfa sistemi var. Limfa sistemi nədir? Bizim lorud dediyim bədənimizdə olan zərərli maddələri o sistemlə bir növ deyək kanalizasiya sistemindən oradan dövrilib bədəndən çıxartmaqdır. Həmin biz bioloji aktiv nöqtələri aktivləşdirməklə, dəstəmaz almaqla biz onu tam paklaşdırırıq, tam sürətli normasında aparırıq. Həm də ki, təbii ki, təmizlik və paklılıqdır. Qədim dövrdə bilirsiniz də, bu gigiyena məsələləri biraz çətin idi. Dəstəmazla bu tam öz yerini tapır. Dəstəmazın İslamda yeri necədir? İslamda dəstəmazın böyük yeri və Qurani-Kərimdə Allah təala ilk dəfə məscid haqqında danışarkən, Quba məscidindən danışarkən deyir ki, orada insanlar var ki, yuhibbu ən yətətahhar, paklanmaq istəyirlər. Paklanmanın əsası da əlbəttə ki, dəstəmazla başlayır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dəstəmazı ibadətini o qədər gözəl bir ibadət kimi yəni yada salır ki, buyurur ki, düşünün insanın bədənindən çıxan hər bir damla su ilə mənəvi cəhətdən bunun faydası damla su ilə onun günahları bağışlanır. Hər damla su ilə. Ona görə dəstəmaz bir Allaha bir paklıqdır, bir ibadətdir. Dəstəmaz günahların silinməsi üçün ən gözəl ibadətlərdən birisidir. Allah təala onları paklanan adlandırır Qurani-Kərimdə və Peyğəmbərimiz də hər zaman nə dəstəmaz aldı. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hər zaman dəstəmazda olmağa çalışardı. Bunun da bəlkə tibbi cəhətdən yəqin ki, faydası olar. Düzdür, dəstəmazı alınır namazdan əvvəl ki, insan namazı pak halda qılsın deyə. Amma dəstəmazda halda olmaq daha da faydalıdır. Və üstəlik dəstəmazlı olarlar. Məsələn, bir insan, yəni İslamda bu da tətbiqdə var, gözəl bir şeydir. Dəstəmazı var, dəstəmazı pozulmayıb, namaza yaxınlaşır, yenidən dəstəmaz alır. Buna adlandırırlar ki, nur üzərinə nur. Yəni içində bu deyək nur üzərinə nur. Gözəl bir şeydir. Nur üzərinə nur adlandırırlar. Yəni dəstəmaz paklıqdır. Birinci günahların silinməsidir. Allahın buyruğudur. Çünki birbaşa Qurani-Kərimdə Allah özü buyurur Maidə surəsində: "İzâ qumtum iləs-salati", namaza qalxdığınız zaman. Yəni əlin yuyulması, üzün yuyulması, hamısını Allah təala özü əmr edir. Çünki Qurani-Kərimdə düşünün, ibadətlər qısa gəlir. Onu açıqlığı kimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, məsəl üçün namaz qılın. Namazı necə qılacaq Peyğəmbərimiz açıqlayır. Allah təala iki ibadəti özü buyurur. Bir vərəsəlik məsələsidir ki, o da Nisa surəsində gəlir. Bir də dəstəmazdır ki, çox belə maraqlı bir ibadətdir ki, Allah təala özü açıqlayır ki, dəstəmazı necə alın deyə. Maidə surəsi 6-da. Deməli dəstəmaz özü də bir ibadətdir. Ən möhtəşəm, ən uca ibadətlərdən birisi. Həm Allaha yaxınlıqdır, həm paklıqdır, Allahın razılığını qazanmaqdır. O qədər razı qazanmaqdır ki, insan dəstəmaz alanda bədəndən çıxan hər damlaya görə onun günahları silinir. Çox maraqlıdır, bunu bilmirdik. Həm də dəstəmaz almaq özü də bir fürsətdir ki, ağız boşluğumuzu bir qarqara eləyirik, ağızdan pis qoxunun qarşısını alırıq, həm də ki, karyesdən yaranmasını qarşısını alırıq. Mən özüm həkim olduğuma görə bütün bu şeyləri tibblə əlaqələndirirəm. Orucun ən böyük faydalarından da biri, bayaq yaddan çıxdı, orucun ən böyük faydalarından biri məhz qanda xolesterin faizini azaldır. Ürək qan damar sistemi xəstəliklərinin artmağına və yaxud da varsa onun stabilləşməsinə kömək edə bilər. Təbii, bunlar ümumi məlumatlardır. Bəzi adamlar deyə bilər ki, mən hər il oruç tuturam, amma təzyiqim düşmür və yaxud da xolesterim çoxdur. Yəni, bunlar ümumi məlumatlardır. Təbii ki, siz mütəmadi 6 aydan bir həkim müayinəsində olmalısınız ki, orqanizminizdə olan hər hansı bir problemi öncədən biləsiniz.
Ələxüsus da əgər Ramazan ayı qarşıda gəlirsə, yaxşı olar ki, yaşlı adamlar, ümumiyyətlə bir narahatçılığı olan adamlar bir check-up eləsinlər, özlərini Ramazana hazır eləsinlər. Hazır Necə eləsin. mənəvi, elə də fiziki özlərini hazır eləsinlər. Yaşar bəy sizə çox təşəkkür edirəm. Dəvətimi qəbul elədiniz. Yəni mən bir 20 ilə yaxındır həkim kimi çalışıram. Mənim də qaranlıq qalan məqamlar var idi və mən özüm cavablandırsam da insanlardan inam yaratmaya bilər. Amma birbaşa mütəxəssisdən bunu eşitdi. İlahiyyatçı alim Yaşar Qurbanov bu gün mənim dəvətimlə podkastımızda birlikdə bu suallara cavab verdi. Allah hər kəsin oruc namazını qəbul etsin. Sağlamlıq dişlərdən başlar. Çalışın, sağlam olun. Sağlam təbəssümünüz olsun ki, insanlara bir pozitiv verəsiniz. Mən bilən bu özü də bir zikirdir. Əlbəttə ki. Gülüş də bir Təbəssüm eləmək, təbəssüm Peyğəmbərimiz bu təbəssüm bir sədəqə adlandırır. sədəqədir. Təbəssümü sədəqə adlandırır. Sağlam təbəssümünüz, gözəl təbəssümünüz olsa, sizin də zikriniz yaxşı. Sədəqəniz olsun. Sədəqəniz çox yaxşı. Mən çox sevindim, çox sağ olun dəvət etdiyiniz üçün. Bu gözəl oldu, müqayisəli. Yəni mən belə, yəni həmişə özüm danışmışam dini cəhətdən, bəzən toxunmuşam tibbi cəhətdən araşdırma, amma bir həkimlə, bu sahənin mütəxəssislə danışmaq çox gözəl, müqayisəli təhlillə, həm din, həm dünyəvi, bu çox gözəl oldu. Mənim də çox xoşuma gəldi ki, yəni belə müqayisəli hər tərəfini danışdıq. Uca Allah razı olsun, xeyirli, bərəkətli eləsin, hər kəsin Allah təala dualarını qəbul eləsin, Rəbbimiz bu gözəl vətənimizi qorusun. Uca Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Hər zaman belə münasibətlərə şəhidlərimizə dua edək. Uca Rəbbimiz ölkəmizi qorusun. Allah təala kimin nə istəyərsə varsa bu Ramazan ayında istəyini arzusuna çatdırsın. Amin. Çox sağ olun. Təşəkkür edirəm.